Bu günləri sizlərə demək, öz ana səhifənizdən onlayn qeydiyyatlar harda olur və onlayn qeydiyyatlarla necə əlaqə saxlamaq lazımdırsa, belə bir video çəkəcəm. Kimlər ki 100 balçıdırlar və hər kataloq dövründə 100 bal edirlər, 3 kataloqdan sonra həmən xanımlar üçün şirkət tərəfindən onlayn qeydiyyatlar olur. Onlayn qeydiyyatlar da şəhərə görədir. Hansı şəhərdə yaşayırsansa ona görə olur və həmən o şəhərə görə də onlayn qeydiyyatlar, yəni növbə ilə olur. VIP məsləhətçilərin arasında növbə ilə olur bu. Telefonumu səssizə qoyun. Aha, keçdik. Deməli biz buna harda baxacağıq? Mən bunu Azərbaycan dilinə keçirdim ki, sizə Azərbaycan dilində izah etmək sizin üçün daha rahat olsun. Deməli ilkin olaraq keçirik bizim özümüzün səhifəmizdə mənim strukturum bölməsinə. Daxil olduq struktura. Və daxil olduqda artıq səhifə açılır. Bura gəlirsiniz ki, məsəl üçün hal-hazırda oturan ballar burada da göstərir, oturmayan ballar da göstərir. Yəni sənin bal borcun varsa burada göstərir. Belə. Sonra gəlirik yuxarıya doğru. Yuxarıya doğru gəlirik. Burada bizə nəyi göstərir? Qoy gəlmişəm. Doğum günü olan xanımların adları var burada. Ki hansı günlərdə bu insanların doğum günü olacaq. Yəni onları da baxıb təbrik etmək daha məqsədə uyğundur. Sonra biraz da yuxarıya gəlirik. Bu bölməni vaxtı zamanı çatanda öyrədəcəm. Hələ ki siz bunu bilmirsiniz. Direktor olandan sonra lazımdır o sizə. Və gəldik tərəfdaş proqramı. Baxın burada qeyd olunur tərəfdaş proqramı. Bax bu bölmədə bunu səhifəni yana doğru çəkirsiniz. Onlayn qeydiyyatdan keçən insanların bax adlarıdır. Gördünüz? Bunlar nə vaxt qeydiyyatdan keçib? Burada onların tarixləri var. Məsələn 29-u 10-cu ay, 28-i, 05 6-cı ay, 3-cü ay, 11-ci ay. Yəni bu cürə. Bunlar qeydiyyatdadır və bunlara necə əlaqə saxlamaq olur? Daxil oluruq, bunların kodu var burada. Və bu kodun üzərinə basanda açılır. Həmən insanın yəni qeydiyyat tarixini göstərir. Daxil olma tarixi, yəni qeydiyyat tarixidir. Onun kodu buradadır, Sumqayıt şəhəridir və mobil nömrəsi. Bizə onun lazımdır mobil nömrəsi və ya da ki Gmail də ola bilər. Mobil nömrəsi burada var və siz onun mobil nömrəsi ilə birbaşa əlaqə saxlayırsınız, zəng eləyirsiniz, onunla danışırsınız, WhatsApp-da ondan əlaqə saxlayırsınız bu cürə. Yəni siz onlayn qeydiyyatlarınızı bax bu bölmədən görə bilərsiniz. Bu bir.